Sevgili izleyicilerimiz, programımıza Azerbaycan Bakü'den devam ediyoruz. Yanımızda Minbir Bey var. Öncelikle merhabalar. Sizleri biraz tanıyabilir miyiz? Salam, çox xoş oldu sizi bu məkanda görməyimizdən. Mən Minbir Musayev, landşaft mimarı. 1992-ci ildə Azərbaycan məlum Qarabağ hadisələri ilə bağlı gözəl güşələrimiz Laçından Bakıya köçmüşəm. Burada yaşayıram. 17 ildir bu işdə çalışıram. Ən gözəl arzumuz yenidən Qarabağa gedib, orada yaşamaq, o torpaqlarda bu işləri davam elətdirməkdir. Çok güzel. Peki bize mesleğiniz hakkında bilgi verir misiniz? Landşaft mimarlığı insanla təbiət arasında qarşılıqlı əlaqəni estetik və funksional baxımından həyata keçirən bir peşə sahəsidir. Çox insanlar yanlışlıqla bunu ancaq bağ dizaynlaşdırması səviyyəsinə salmışlar. Amma əslində bu sahə çox böyük təcrübə və nəzəriyyəyə malikdir. İnsanlara bir çox sahələrdə xidmətlər göstərir. Bağ və həyətyan sahələrin, böyük iri miqyaslı geniş yaşayış komplekslərinin, həyətyan sahələrinin abadlaşdırılması, yaşıllaşdırılması, bundan əlavə təbii resursların, bitki aləminin qorunması, ekoloji məsələlərlə də bağlı bu sahə daha yaxından maraqlanırıq. Əsasən iqlim dəyişiklikləri və ekosistemlərinin dayanıqlı olması üçün bu sahə daha çox çalışmalar var. Bu baxımdan landşaft memarlığı tək dizaynla məşğul olmur. Bizi əhatə edən bütün canlı aləmlə belə deyək, yaxından məşğuldur. Çok güzel. Peki bize vermiş olduğunuz hizmetler hakkında bilgi verir misiniz? Biz Ətirşah Garden olaraq Azərbaycan Respublikası ərazisində, əsasən Bakı və ətraf kəndlər ərazisində yaşıllaşdırma işi ilə məşğuluq. Kollektivimiz tərəfindən bütün xidmətlər göstərilir. Bitkilərin əkilməsi və onlara qulluq qaydaları, vaxtında suvarma və gübrələmə işləri, mövsümə uyğun biçilmə, mövsümə uyğun budama işləri kollektivimiz tərəfindən peşəkarcasına görülür. Vermiş olduğunuz değerli bilgiler için çok teşekkür ederiz sizlere.